902 milyona yaxın vəsait təxminən icbari sığortaya və mərhələli icbari sığortaya cəlb olunub, səhv etmirəmsə. Belədir. 2% əmək haqqından ödənişdir adamlar. 2% maaş fondundan ödənişdir bura. Və 10 manat da bütün digər sektorda qalanlardan işsiz olsun və s. 10 manat da bunlar ödəyir. 120 təxminən demək manata qədər il ərzində vəsait ödəyir. 120 manat vətəndaş pul ödəyir sosial xərclərə. Gələn il üçün 902 milyon vəsait ayın əvvəlindən ödəyir, vəsait də nəzərdə tutulur. Qrafiklər üzrə bölünüb. Birinci rübə filan region, ikinci rübə filan region, üçüncü rübə filan region, yalnız dördüncü rübə Bakı. Adam ilin əvvəlindən vəsait ödəyir. İlin əvvəlindən pul verir. Hələ bu ona söykənmir ki, bu ildə 120 manat vəsait ödəyir. Sən buna ümumi miqdarda, bayaq dediyim o büdcənin sayı məsələsi var. O büdcənin sayında hökmən oturmalıdır. Çünki 10 milyon olanda 90, 8 milyon olanda isə 100 neçə manat düşür. Rəqəmlər fərq düşür. Adam ayda 10 manat ödəyir, ilin yekununda məlum olur ki, bunun məcburi sığortasına dövlətin verə biləcəyi vəsait 90 manat 20 qəpik olur. Bəs adam 120 manat ödəmişdir. Bəs siz bu adamdan 120 manat almışdınız. Bu tərəfi. İkinci, adam məsələn Bakı şəhəri və Bakı ətrafı 4-cü rübdə düşür tibbi sığortaya. Bəs bu ilin əvvəlindən vəsait ödəyir axı. Bu ilin əvvəlindən 3 ay yalnız oktyabr, noyabr, dekabr aylarında bu məcburi sığortadan istifadə edə bilər. 90 manat miqdarında, 90 manat 20 qəpik miqdarında. Amma oktyabr ayına qədər bu adam 90 manat vəsait ödəyir. Çünki bu büdcədə nəzərdə tutulub. Bəs bunu nəyinə ayağına yazmaq mümkündür? Bu tipli tibbi sığorta siyasəti olurmu? Aydın müəllim, əgər dövlət xəstəxanalarında dediyi kimi hər şey çox gözəl idisə, məcburi tibbi sığortaya niyə keçirilirdi? Demək ki, gözəl deyildi keçirilirdi. İkinci, hətta nə olmasından asılı olmayaraq dövlətin yükünü biz buna dözməliyik, biz bunu etməliyik. Mən tibbi sığortanın tərəfdarıyam və tibbi sığortanın da tətbiq olunmasını, özdə fərqli şəkildə tətbiq olunmasını bu büdcədə nəzərdə tutulduğu kimi yox, tərəfdarıyam. Lakin heç bir şey vətəndaşın hesabına olmamalıdır. Heç bir şey vətəndaşın əziyyət çəkməsi hesabına və yaxud da vətəndaşın ilkin kapital qoyması hesabına baş verməməlidir. Dünyada belə bir təcrübə yoxdur. Dünyada belə bir niyyətlə, belə bir mövqe ilə formalaşdırılan büdcə və yaxud da formalaşdırılan proyekt, layihə yoxdur.